Salam, kanalıma hoş gelmişsiniz. Bugün size bir de çok güzel bir video ile karşınızdayım. Bugün deməli necə giyinmişəm? Məktəbi formamı giyinmişəm. Gedirəm hara məktəbə? Axı deyəcəksiniz ki, məktəb bitib. Yəni iyun ayındayıq. Sən niyə məktəbə gedirsən? Çünki mən əla çalmışam və gedirəm məktəbdən tərifnamə götürürəm. Onun üçün çok mutluyum həqiqətən. Birazdan girəcəyik, yəni birazdan indi girəcəyik, yeməğimi yemişəm falan, hazırlanmışam. Paltarım belə də əslində şalvar giyəcəkdim, yuxuya giyindim. Nə bilim, bilmirəm. Belə uyğun gördüm. Saçımı 3 dəfə yığmışam. Heç bəyənmirəm özümü. Bəyənirəm əslində, yəni əslində çox görməmişəm özümü saç yığılışı. Siz də mən 2 dəfə görürsünüz belə. Mən də özümü heç görməmişəm saç yığılı. Həm saçı açıq, buruq və ya düz olur da. Nəysə. Əsas o tərifnamə alır. Neyse, indi gedirik. Çok heyecanlıyım. Unutmak istemiyorum. Hamınızı öpüyorum. Sağ olun. İndi gedirik. Saçlarım bana çok əsəbiyir. Kabara düşür. Ha, neyse, indi gedirik. Öyle günüşe bak. İndi saçım da. İndi gəlmişəm məktəbə. Və çox istidir. Ölürəm sizdən. Hep kimi gəlməyib. İlk mən gəlmişəm. Zaten çox kimi olduğu kimi. Mən çox bizdeyim. Yəni çox məsuliyyətli insanım uşaqlar. Bir saat həmişə tez gəlirəm. Çox məsuliyyətli, əxlaqlı, səmimiyyətli. Nəysə, səsim tutulub susamışam. Səsim də dağılıb, pis görsənəcəm şəkillərdə. Nəysə, heç nə olmaz. Düzəldərəm. Uşaqlar, Banonun telefonuna baxın. Elədən əvvəl 1900-cü əsrdə qalmış telefondur. Şey var ha, daha 17 disindəki Arasın telefonu. Bir dənə hə, Sərhat yazır ki, Sərhat doğulan adı. Nə bilim, qardaşını tapacaqsan, yedirsən. Dayı, bu mənim telefonumdur. Püsüyor. Nədir? Ötü yaşıdır. Buna Max, Banu. Buna Max 30 manat qiymət verirəm. Gəl Əsmər. Deməli, indi tərifnaməmi aldım. 7-ci sinifdə bitirdim. Gələn il 8-ci sinifə olacam. İnşallah 8-ci sinifdə də tərifnamə alarım. Uğurlarım bol olsun. Pis pis.